Nədir, nədir o ifritəni, əgər bir yiyəsi varsa, onu da andırsın. Şəhid şəkillərinə toxunmayın. O şəkillərə baxanda azsa ana təsəllisini tapır. O müqəddəs nəyimizsə qalsın bizim. Hər gün çıxıb bizi təhqir eləyir. Atanın balası, necəsən yerin rahatdır deyənlər zaten anlamaz ki, şəhid nə deməkdir. Şəhid evinin çırağı sönən anlayar. İki balası eyni vaxtda dünyasını dəyişmiş gətirilən ana, ata anlayar. Qadındır dedik, nə bilim jurnalist dedik, amma görürəm heç birinin adına layiq deyil. İcra hakimiyyəti başçılar, ürəyiniz mi ağrıyır yol gedə-gedə şəhidlərimizə baxanda? Qəhrəmanlarımızı unutturmağa mı çalışırsınız? Onlar qayıtmayacaqlar bir daha geri. Amma onlar əbədi qalacaqlar Azərbaycan tarixində. Niyə? Çünki qəhrəmandırlar. Elə ağzına gələn danışır, bilmir nə var, nə yox. Heç xəbərdə yoxdur dünyadan. Heç Azərbaycanda gedən proseslərdən baş çıxmır, ağlına gəlir danışır. Tünelin açılışında bir anlıq mən o şəhidləri bilmirəm ki, əslində istəyirəm oradan danışanda duyğulanmayayım, amma şəhidlər bizim həqiqətən də qan yaddaşımızdır. Mən o torpaqların azadlığı uğrunda bax belə oğul qurban vermişim. Sən kimi qurban vermişsən? Şəhid düşən canlara salam olsun, igidlərə, mərdlərə salam olsun. Vətən deyiblər kimi gedənlərə, qaziyə, şəhidlərə salam olsun. Anam, atam üzülməsən halimə, şəhid olum tək vətən sağ olsun, sağ olsun. Anam, atam üzülməsən halimə, şəhid olum tək vətən sağ olsun, sağ olsun. Uca olsun vətənimin bayrağı, uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olum tək vətən sağ olsun, sağ olsun. Uca olsun vətənimin bayrağı, uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olum tək vətən sağ olsun, sağ olsun.